Əmək pensiyaları haqqında qanuna əsasən yalnız əmək pensiyaları deyil, həmçinin vətəndaşların pensiya kapitalı da 2026-cı ildə indeksləşdirilərək artırılacaq. Baku.az xəbər verir ki, bunu deputat Vüqar Bayramov sosial şəbəkə hesabında yazıb. Onun sözlərinə görə həmin qanunun 29.1 maddəsində qeyd olunur ki, sığorta olunanların fərdi şəxsi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı ildə bir dəfə istehlak qiymətləri indeksinin illik səviyyəsinə uyğun olaraq indeksləşdirilir, yəni pensiya kapitalları 2025-ci ildəki illik inflyasiya səviyyəsinə uyğun olaraq artırılacaq. Pensiya kapitalının nə qədər artırılacağına gəldikdə isə, Mərkəzi Bank 2025-ci il üçün inflyasiya proqnozuna yenidən düzəliş edib. Mərkəzi Bankda bu il Azərbaycanda qiymətlərin 6% artacağını proqnozlaşdırırlar. Dövlət Statistika Komitəsinə görə bu ilin ilk 9 ayında istehlak qiymətləri indeksi 5,7% olub. Bu o deməkdir, mövcud qanuna əsasən Mərkəzi Bankın proqnozunda kənarlaşma olmazsa vətəndaşların pensiya kapitalı təxminən 6% artırılacaq. O vurğulayıb ki, bu halda əgər vətəndaşın 50.000 manat pensiya kapitalı varsa, onun vəsaiti gələn il təxminən 3.000 manat artırılacaq. Təbii ki, daha konkret rəqəm yanvar ayında elan olunacaq. Bu artım vətəndaşlarımız pensiyaya çıxan zaman daha çox pensiya alması və kapitalın inflyasiyadan qorunması baxımından vacibdir.